Salamlayıram hər birinizi. Bu video TOEFL imtahana hazırlaşanlar üçündür. Bugün biz TOEFL IBT Speaking haqqında danışacağıq. Deməli, imtahan 4 hissədən ibarət, yəni 4 tapşırıqdan ibarətdir və 17 dəqiqə davam edir. Bizim ilk tapşırığımız Task 1, Independent Speaking adlanır. Gerdə qalan 3 tapşırığa Integrated Speaking deyirik. Integrated Speaking deyəndə nədir? Məsələn, Independent Speakingdə biz sırf öz həyatımızla əlaqəli suallara cavab veririk. Məsələn, do you prefer studying alone or in a group? Yəni, and why? Yəni, tək təhsil almağı sevirsiniz, oxumağı sevirsiniz, yoxsa qrup şəklində dərs eləməyi sevirsiniz və niyə? Burada bizə 15 saniyə düşünmə vaxtı verilir və 45 saniyə cavablama vaxtı verilir. Yəni, burada sırf öz fikrinizi ifadə eləməlisiniz. Gerdə qalan 3 sual, dediyim kimi, integrated speaking. Yəni, bu nə deməkdir? Siz dinlədiyiniz mühazirəyə əsasən və ya oxuduğunuz mətnə əsasən öz fikirlərinizi bildirirsiniz. Yəni, oradakı verilən mövzuya əsasən fikrinizi bildirirsiniz. Birinci integrated speaking, yəni əslində task 2 nədir? Bir qısa, biz buna campus related situation deyirik. Campus related situation nə deməkdir? Yəni, bir universitet həyatı ilə bağlı hər hansı bir məqaləni oxuyuruq. Sonra da o mövzuda müzakirə edən tələbələri dinləyirik. Bundan sonra bizə bir sual verilir. Adətən bu tələbələrin birinin fikri ilə əlaqədar olur. Sizə düşünmək üçün 30 saniyə vaxt verilir və danışmaq üçün 60 saniyə vaxt verilir. Yəni, siz oxuduğunuz məlumata və eşitdiyiniz məlumata əsasən verilən suala cavabınızı verirsiniz. Üçüncü task, yəni ikinci integrated task deyil. Üçüncü task isə nədir? Bu adətən akademik speaking olur. Yəni, hər hansı bir elmi mövzuda bir məqalə oxuyuruq. Sonra lecture, yəni mühazirə dinləyirik. Həmin mövzuda danışan lecture, professor, alim bir nəfəri dinləyirik. Sonra yenə o belə deyək, dinləmə ilə mövzu ilə bağlı bir sual verilir bizə və həmin sualın cavabını verməliyik. Burada yenə bizə 30 saniyə düşünmə vaxtı verilir və 60 saniyə danışma vaxtı verilir. Yenə də suala dinləmədə eşitdiyimiz mühazirədə verilən məlumata əsasən cavabımızı verməliyik. Üçüncü integrated speaking, yəni burada task 4, dördüncü tapşırığımızda artıq speakingin sadəcə dinləmə əsasında olur. Yəni, haradasa 2 dəqiqə davam edən bir dinləmə olur hər hansı bir mövzuda. Adətən bu dünya görüşü ilə bağlı bir mövzu olur və dinləyirik. Dinləyəndən sonra həmin mövzu ilə bağlı bir sual verilir bizə və o sualın cavabını verməliyik. Yenə eyni şəkildə bizə 30 saniyə belə deyək, düşünmə vaxtı verilir. Əstəğfurullah, 20 saniyə düşünmə vaxtı verilir və 60 saniyə cavablama vaxtı verilir. Yəni, burada da sadəcə biz mövzunu dinləyirik, sonra əsas ideyanı və detalları izah edirik. Yəni, orada bizə sual verilir, o suala əsasən. Bu, belə, yəni TOEFL IBT Speaking bunlardan ibarətdir. 4 tapşırığımız var sadəcə, qeyd elədiyim kimi və bunlara necə hazırlaşmalıyıq? Əlbəttə ki, biz speakingi inkişaf etdirməklə yanaşı bu hissə üçün dinləməmizi də inkişaf elətdirməliyik. Bunun üçün nələri bacarmalıyıq? Not götürmələri, yəni qeydlər aparmağı. Yəni, dinləyərkən mütləq qeyd aparmalısınız ki, danışıqda artıq o qeydlərdən istifadə edə biləsiniz. Yəni, maksimum dinləməni inkişaf elətdirməliyik. Vocabulary olaraq sırf akademik vocabulary lazımdır. Çünki düzdür, independent speakingdə və ya da ikinci taskda, campus related situationda çox vaxt akademik olmasa da, üçüncü və dördüncü hissədə çox vaxt akademik mövzu olur. Yəni, və nə qədər, belə deyək, advanced vocabulary, advanced söz toplusu öyrənsəz, o qədər sizə dinləmənizi anlamaqda və mətnləri başa düşməkdə kömək olacaq. Bir də paraphrasing-i öyrənməlisiniz. Çünki zaten eşitdiyimizi öz sözümüzdən yenidən ifadə eləməliyik. Bunda da bizə paraphrasing-i yaxşı bilmək lazımdır. Yəni, paraphrasing nədir? Hər hansı bir verilən fikri öz sözlərindən ifadə edirsən, format, sözlər, cümlə dəyişir, amma fikri eyni qalır. Yəni, mənası, ötürülən məlumat eyni qalır. Belə, bu qədər. Ümidvaram yardımcı olar sizə, necəsə kömək olar bu video sizə.
TOEFL-la bağlı hər hansı bir başqa suallarınız varsa rəy bölməsində yaza bilərsiniz və ya dərslərimizə qoşulub sınaq dərslərində iştirak edib ətraflı məlumat ala bilərsiniz. Təşəkkürlər.